Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Vessalatu vesselamu ala seyyidina habibi kulubina şefii zunubina Ebu'l Qasim Muhammed. Ve ala alihi tayyibin tahirin el ma'sumin el mukerremin. Rabbi şrah li sadri ve yassir li emri ve hlul uqdeten min lisani yefkahu kavli. Qala Allahu Teala fi muhkemi kitabih. Bismillahirrahmanirrahim. İnna enzelnahu fi leyletil qadr. Ve ma edrake ma leyletul qadr. Leyletul qadri hayrun min elfi şehr. تنزل الملائكة والروح فيها بإذن ربهم من كل أمر سلام هي حتى مطلع الفجر آمنا بالله وصدق الله العلي العظيم. Bu gece Ramazan ayının 23. gecesidir. En çok ihtimal olunan Qədir gecesi ihtimal olunan gece məhz bu gecedir. Hadislerde bu gece Leyletül Cuhani gecesi kimi tanınır. İmam Baqir aleyhisselamdan nəql olunan bir hadiste qeyd olunur ki, Cüheynə qəbiləsindən olan bir nəfər sahabə ki var idi, Mədinədən uzaqda yaşayırdı. Hazreti Resulullah sallallahu aleyhi ve sellemin yanına gelip dedi ki, ya Resulallah, evim çok uzaqdadır. Mənə bir gece de ki, həmin gecəni mən gəlim, məsciddə səninlə birlikdə olum. Və Allah Resulü ona 23. gecəni gəlməyi əmr etdi. Buna əsasən də daha çox ehtimal olunur ki, 23. gecə Qədir gecəsidir. Qədir gecəsi baxmayaraq ki, daha çox ehtimal olunur 23. gecədir, 19. gecə və 21. gecənin də əlaqəsi var bu sonuncu gecə ilə. Bir-biri ilə əlaqəlidir bu gecələr. Xatırlayırsınızsa, biz qeyd etdik ki, İmam Cəfər Sadiq aleyhisselamdan nəql olunan hədisdə ki, 19. gecə təqdiratdır, təqdir olunar, təyinat olunar. 21. gecə hökm verirlər, qaza olunar. 23. gecə isə imza olunar, müqəddərat. Qədir gecəsi kamil insanın gecəsidir. Kamil vəlinin, Allah vəlisinin, Allah hüccətinin gecəsidir. Bugün çalışacağıq ki, Qədir gecəsi ilə kamil insan, Allahın hüccəti, Allahın vəlisi arasındakı əlaqəni tapa bilək. Allah Teala Qədir gecəsini ki vəsf etdi, İnna enzelnahu fi leyletil qadr. Biz həqiqətən də Qur'anı Qədir gecəsi nazil etdik. Buradan belə bir sual meydana çıxır ki, Qur'an nazil olduğuna görə bu gecə Qədir gecəsi adlanır, yoxsa bu gecə elə Qədir gecəsiydi və Qur'an da məhz Qədir gecəsində nazil olub. Ayənin məzmunundan bunu başa düşürük. İnna enzelnahu fi leyletil qadr. Biz Qur'anı Qədir gecəsi nazil etdik. Yəni Qədir gecəsi Qur'an nazil olmadan öncə də elə Qədir gecəsi idi. Əhəmiyyətli bir gecə idi. Duxan surəsindəki ayə də bunu təsdiqləyir. İnna enzelnahu fi leyletin mübarəkə. Biz Qur'anı mübarək bir gecədə nazil etdik. Yəni gecə özü bir mübarək gecə idi. Qur'an-ı Kərimin də nazil olması bu gecəyə də baş vermiş və bu gecənin bərəkətinə, dəyərinə, qədərinə daha da çox dəyər, qədər qiymət və bərəkət qatmışdır. Qur'an ki Qədir gecəsində nazil oldu, bu elə Qədir gecəsi elə Qur'anın nazil olduğu zamanla da bitdi belə deyil. Çünki Qədir gecəsi davamlı bir gecədir. Qur'andan öncə də vardı, Qur'andan nazil olmasından sonra da davam edəcəkdir. Ona görə də ayədə diqqət etsək ki, Qədir surəsində Allah Teala vəsf eləyir Qədir gecəsi.
Qur'anın nazil olmaq xəbərini söylədikdən sonra bizə belə bir bizdə insanda təəccüb yaradır ki, və mə ədrakə mə leylətul qədr. Sən necə biləsən Qədir gecəsi necə bir gecədir? Və ardınca buyurur ki, Qədir gecəsi 1000 aydan da üstündür. Sonra başqa bir xüsusiyyətini deyir. Tənəzzəlul mələikətü və ruhu fiyhə biizni rabbihim min kulli əmr. Bu gecə mələklər və ruh ki ən əzəmətli bir məxluqdur. Bu gecə onlar Rəbbinin izni ilə yerə enərlər və hər bir hikmətli işi gətirərlər yer üzərinə. Duxan surəsində buyurur ki, Fiyha yufraqu kullu əmrin hakim. Hər bir hikmətli iş həmin gecədə hökmü verilər, ayrı dedilər. Demək ki, Qədir gecəsi davamlı bir gecədir. Ona görə də burada görürsünüz, ərəb dilinin qrammatikasına uyğun olaraq da dünənki gecədə, yəni bundan öncəki Əhya gecəsində də Hacı İbrahim Axundumuz dediyi kimi muzari feili davamiyyət bildirir. Ki, Qədir gecəsi davamlıdır, davam eləyəcəkdir. Və bu gecədə bütün mələklər yer üzərinə enir. Və burada belə bir sual meydana çıxır. Mələklər hara enir? Yer üzərinə hara enirlər? Dağlara mı enirlər? Çaylara mı enirlər? Dəryalara mı enirlər? Dənizlərə mi enirlər? Və ya mələklərin bu dağlara, daşlara, bu dərələrə enişinin mənası nədir? Qədir gecəsində mələklər insana enirlər. İnsanın qəlbinə enirlər. İnsanın qəlbi gərək elə bir halda, istedadda olsun, ləyaqət olsun ki, mələklərin nüzulu üçün yararlı olsun. Ki, mələk o qəlbə enə bilsin. Ona görə də qəlblə bağlı hədislərimizə baxsaq, ayələrə diqqət etsək, qəlb təkcə bizim düşündüyümüz bu ət parçası deyil ki, sinəmizdə qan bizim üçün pompalayır, yox. İnnallaha yahulu beynəl mər'i və qalbi. Allah insanla deyir, onun qəlbinin arasına girər. Hədisdə buyurulur, qalbul mümin arşur rəhman. Müminin qəlbi Rəhmanın ərşidir. Əl-qalbu haramullah, qəlb Allahın hərəmidir. Fələ tusqinu fi haramillahi qeyrəh. Allahın hərəmində Allahdan qeyrisini məskunlaşdırmayın. Mələklər insanın qəlbinə enər, yoxsa bu enişin başqa bir mənasını, məntiqi bir mənası, izahı mümkün deyil. Demək, Qədir gecəsi kamil insanın gecəsidir. Allahın vəlisinin, Allahın hüccətinin gecəsidir. Həzrəti Musa əleyhissalam Tur-i Sinaya miqata getdi. Qövmünü qoydu, Harun əleyhissalamı qövmünün üzərində xəlifə təyin etdi. Necə ki, Həzrəti Rasulullah Təbuk döyüşünə gedəndə Həzrəti Əli əleyhissalamı Mədinədə qoydu. Ya Əli, əntə minni bi mənzilət Harunə min Musa. Ey Əli, sənin mənə nisbətin Harunun Musaya olan nisbəti kimidir? Buna işarə etdi Həzrəti Rasulullah. Musa Peyğəmbər Harunu xəlifə qoyub getdi miqata. Quran-ı Kərim bu cür buyurur, Ərəf surəsi 142-ci ayədə وَوَاعَدْنَا مُوسَى 30 لَيْلَةً وَأَتْمَمْنَاهَا بِعَشْرٍ. Biz Musaya 30 gecə vəd etmişdik. Sonra 10 gecə ilə də əlavə tamamladıq. فَتَمَّ مِيقَاتُ رَبِّهِ 40 لَيْلَةً. Rəbbi ilə görüş, Rəbbi ilə miqat 40 gecədə tamamlandı. Musa əleyhissalam üçün təyin olunmuş gecələrin sayı 30 gecə idi. Sanki Həzrəti Musa əleyhissalam bu 30 gecədə hələ qəlb baxımından o hala gəlib çıxmadı ki, mərifətullah gəlsin, onun qəlbində məskunlaşsın, mələklər və ruh ona nüzul eləsin, eniş eləsin. Bu 30 gün Həzrəti Musanın seyr və sülükü idi, mənəvi bir seyri idi, mənəvi bir səyahəti idi. 30 günə tamamlaya bilmədi bu seyri. Allah Teala buyurur ki, əlavə elədik nəyi? 10 gündə artırdıq. 10 gündə artırdıq və ətməmnəhə bi əşrin. 10 gündən də tamamladıq ki, 40 gün oldu. 40 gündən sonra Həzrəti Musa əleyhissalamın qəlbi tamamilə açıldı. Və bütün ilahi bilgilər, bütün o mükaşəfələr artıq onun üçün aşkar oldu.
Bu günlər hədislərimizə əsasən Həzrəti Musa əleyhissalamın həmin günləri Zilqidə ayının əvvəlindən başladı. Zilqidə ayı tamamlandı və 10 gün Zilhiccə ayından artırıldı. 40 gün Həzrəti Musa əleyhissalam bir mənəvi seyri tamamlamış oldu. Həzrəti Musa əleyhissalam üçün sanki Qədir gecəsi elə həmin bu Zilhiccə ayının 10-cu gecəsi idi ki, 10-cu gecədə artıq tamam oldu. 10-cu gecədə fəth və zəfər əldə edə bildi. Mənəvi bir fəth əldə etdi, mənəvi bir zəfər əldə etdi, mənəvi bir yüksəliş əldə edə bildi. Və onun üçün olmayan şeylər oldu. Bütün gizliliklər, mələkut onun üçün aşkar oldu. Linuriya İbrahimə mələkutəs səmavat vəl ard liyəkunə minəl muqinin. Biz İbrahimə göylərin, yerin mələkutunu, yəni qeyb tərəfini, həqiqətini aşkar etdik ki, yəqin əhlindən olsun. Həzrəti Musa da burada yəqinin ən yüksək zirvələrinə gəldi, çatdı. Hər bir insanın belə bir mənəvi seyri-sülük mərhələsi var, mənəvi səyahət mərhələsi var ki, bir ildə bu tamamlanır. Hətta adi, sıravi biz insanlar ki, gün ərzində 5 dənə namaz qılırıq, ibadət edirik. Allah bizim üçün bir il ərzində bir ay təyin eləyib ki, xüsusi bir aydır ki, bu ibadətə həsr olunması bir aydır. Mənəvi məsələlərə həsr edəcəyimiz bir aydır. Bu ay bizim Allaha yönəlməyimiz üçün təyin olunub, yüksəlişimiz üçün təyin olunub və bu ay mübarək Ramazan ayıdır. Və Qədir gecəsi də bu ayın içərisindədir. Və Ramazan ayı Rasulullah buyurduğu kimi ayların ən üstünüdür, gecələri gecələrin ən üstünüdür, günləri günlərin ən üstünüdür, saatları saatların ən üstünüdür. Qədir gecəsində Peyğəmbər həmin o mənəvi seyri-sülük mərhələsini tamamladı və Quran Həzrət Rasulullahın qəlbinə nazil oldu. Quran-ı Kərimdə Şuara surəsi 193-194-cü ayədə buyurur Allah-u Teala Nəzələ bihi ruhul əmin. Ruhul əmin onu indirdi. Hara indirdi? Alə qalbikə. Sənin qəlbinə indirdi. Nəzələ bihi ruhul əmin alə qalbikə litəkunə minəl munzirin. Ruhul əmin onu sənin qəlbinə indirdi ki, sən xəbərdar edənlərdən olasan. İnsanın sülük mərhələləri var da, seyri-sülük mərhələləri. Molla Sədra 4 mərhələyə bölür bunu. Qısa olaraq işarə edirik, mövzu həddən artıq əslində geniş bir mövzudur. Birinci, xəlqdən xaliqə olan səfərdir. Çoxluqdan vəhdətə olan səfərdir. Ki, biz çoxluq aləmində yaşayırıq, səbəb və nəticələr aləmində yaşayırıq. Biz bəzən elə bilirik ki, həyat bundan ibarətdir. Yemək, içmək, işləmək, gücləmək, pul yığmaq, uğur əldə eləmək, karyera qurmaq, atsan sahib olmaq, şöhrət qazanmaq. Ya, bundan ibarət deyil həyat. Mən öləndən sonra mənim əgər həyat bundan ibarət olsa, əldə etdiyim uğurda, karyerada, ad, san, şöhrət, bunların mənə artıq heç bir faydası olmayacaq. Əgər həyat yalnız bundan ibarət olsa, biz bəzən belə bilirik. Hətta ahirətdə inansaq belə həyatımızı bu cür qurmuşuq. İnandığımız kimi yaşamırıq. Bugün bütün İslam aləminin ən böyük problemi budur. Müsəlmanlar inandığı kimi yaşamırlar, inanclarına uyğun yaşamırlar. Və bu səbəb olur ki, biz yaşadığımıza inanırıq. Elə bilir ki, bizim yaşam tərzimiz elə İslam budur, ya İslam bu deyil. Din bu deyil. Ona görə də görürük ki, məsələn, şərqdə və digər yerlərdə din adına elə vəhşiliklər, vandalizmlər törədilir ki, bəzi insanlardakı dindar olmayan insanlardır, elə dindar olmadıqlarına sevinirlər. Amma din bunlar deyil, biz din deyilik. Bizim yaşamımız din yaşamı deyil. Din bizim yaşamımızdan daha böyükdür, İslam bizim yaşamımızdan daha böyükdür. İnsan bu çoxluq aləmində yaşayır. Buradan biz mənəvi bir seyr, vəhdət aləminə seyr etməliyik. Allaha yönəlməliyik. Qul inni vəccəhtu vəchi lilləzi fətras səmavat vəl ard hanifən muslimən və mə ənə minəl müşrikin. Həzrət İbrahim dedi ki, de, mən üzümü göyləri və yeri yaradana tərəf yönəltdim. Bütün fikirlərdən,
ideologiyalardan, düşüncelerden meyl etdim, çevrildim ve Allah'a tərəf yönəldim. Və mən müşriklərdən deyiləm. Allah'a doğru səfər. İkinci mərhələdə Allah'da səfərdir. Bax, Xaliqin özündə səfərdir. Əmir əl-Möminin əleyhissalam bu səfər barəsində deyir ki, ah litulil səfər və qillətiz zəd. Ah çəkir ki, səfər çox uzundur, azuqə çox azdır. Allah vəlisi bu səfərdə, bax bu Allahu Teala'nın Əsma-ül Husnasında, Sifat-ül Uliyasında, Allahın sifətlərində səfər etməklə, mənəvi seyrə çıxmaqla Allahı tanımağa başlayır. Allahın bütün kamillikləri söz mərhələsində deyil, məna mərhələsində də deyil, mənadan da yüksək olan həqiqətində onun üçün aşkar olur. Çünki söz cılızdır. Biz sözlərlə mənanı ifadə etmək istəyirik, zehnimizdəki mənaları ifadə edirik. Amma bəzən görürsən ki, söz mənanı tam ifadə edə bilmir. Məna da həqiqəti tam ifadə edə bilmir. Həqiqət eniş eləyib mənaya, mənadan da gəlib söz qəliblərinə düşür. Allah vəlisi mərifətullahda sözdə tanımır Allahı. Təsəvvürlərdə də, mənalarda da Allahı tanımır. Təsəvvürlərdə də tanıdığın Allah deyil. Həqiqətin özünü tanıyır. Həqiqət onun üçün kəşf olunur və bu kəşfdən nə qədər mənəvi azuqa toplayırsa, onun əfzəliyyəti, üstünlüyü bir o qədərdir. Bu seyirdə Həzrəti Muhammed sallallahu aleyhi və səlləm Həzrəti Peyğəmbərdən başqa heç kəs üstünlüyə çatmayıbdı. Ki, Meyrac hədisinə diqqət eləyin, Cəbrail əleyhissalam bir məqam çatır, deyir, ya Rasulallah, bir az da irəli geçsəm, ləhtərəktu, yanaram, məhv olaram. Buradan o tərəfə özün qalxacaqsın, özün gedəcəksən. Allah Teala buyurur ki, nəzələ bihi ruhul əmin ala qalbikə. Ruhul əmin bunu sənin qəlbinə endirdi, litəkunə minəl munzirin. Sən xəbərdar edənlərdən olasan. Allah vəlisi, Allah hüccəti, Peyğəmbər, imam, o seyirdə kəşf etdiyi, o seyirdən topladığı azuqəni yerə eniş etdikdən sonra insanlar arasında başlayır yaymağa, xəbərdarlıq edir. İnsanlara nəyin doğru və nəyin düzgün olduğunu göstərə bilir. Həqiqi mənəvi rəhbər bu cür olmalıdır. Bu seyirləri tamamlamayan birisi insanları azdıracaqdır. Hidayət imamları bu insanlardır ki, mənəvi seyirdə zəfər və fəth əldə eləyiblər. Məsum şəxs Ramazan ayının əvvəlindən Qədr gecəsinə kimi bir mənəvi seyirdədir. Mənəvi bir səyahətdədir. Və bu səyahətin zirvəsi, kulminasiya nöqtəsi həmin o Qədr gecəsidir. Qədr gecəsi bütün qapılar onun üçün açılır, səmanın bütün qapıları açılır. Hətta belə bir ehtimal olunur, alimlərimizdən birinin izahıdır bu. Ki, Qədr gecəsinin bəzən 19, bəzən 21, bəzən 23 olması məsumun seyrini tamamlamasından asılıdır. Mümkündür ki, məsum mənəvi seyrini 19-cu gecədə tamamlasın. Mümkündür 21-ci gecədə tamamlasın və mümkündür 23-cü gecədə tamamlasın. Və beləliklə Qədr gecəsi və müqəddərat həll olunmasında görür ki, məsumun da nəyi var? Əli var. Sual olunur ki, bəs insan, bir insanın müqəddəratın həll olunmasında necə əli ixtiyarı ola bilər? İmam-ı Zaman ağanın zuhurunun tezliyinə səlavat zikr edək. Kamil insanın ruhu, ruhunun tablosu biz düşündüyümüzdən daha böyükdür. Bəli, mümkündür ki, insanın müqəddəratda təsiri olsun. Çünki kamil insanın ruhunun lövhəsi həmin təqdiratın yazıldığı bir lövhədir. Burada mələklərin enişi baş verir. Burada müqəddəratlar yazılır, təqdiratlar təyin olunur. Buna əsasən də Qədr gecəsi görür ki, kamil insanın gecəsidir. Və Peyğəmbərin zamanında da Qədr gecəsi vardı. Həzrət Rəsullahın həyatında hər il Rəsullahın Qədr gecəsi vardı. Rəsullahdan sonra da görür ki, imamların Qədr gecəsi var. Peyğəmbərdən sonra bu gecə imamlara aid oldu. Çünki Qədr gecəsində yerlə səma birləşir.
Mülk aləmi ilə mələkut aləmi, yəni zahiri aləmlə batini aləm birləşir. Səmanın bütün qapıları açılır. Fiziki aləmlə metafizik aləm birləşir, sanki bir vəhdət yaradır. Və bütün bunlar hamısı kamil insanın varlığı fonunda baş verir. Yoxsa insan elə belə bir varlıq deyil ki, Allah Teala onu yer üzərində xəlifə təyin etsin. Əmir əl-Mömin əleyhissalam buyurur ki, təzəmənnəkə cürmun səğir və fikə ihtəvəl intəvə aləmul əkbər. Sən özü kiçik bir zərrə hesab edirsən, ən böyük aləm insan səndədir. İnsan biz düşündüyümüz qədər cılız deyil. İnsan çox böyük bir varlıqdır. O qədər böyük bir varlıqdır ki, bəzi hədislərimizdə də bunlar var, bilirsiniz. Mələklərdən də yüksək dərəcəyə qalxa bilər. Allah demədi biz mələkləri ən gözəl biçimdə yaratdıq. İnsan üçün buyurdu ki, biz insanı ən gözəl biçimdə yaratdıq. Fi əhsəni təqvim. İnsanın ruhunun belə bir qabiliyyəti var, belə bir qüdrəti var ki, insanın təkcə bu bioloji varlıqdan ibarət deyil. Onun bir mülk varlığı ilə, zahiri varlığı ilə yanaşı bir mələkuti, batini, bir maddənin fövqündə olan bir varlığı var. Həmin maddənin fövqündə olan varlığı hüdudsuz bir varlıqdır. Çünki birbaşa Allahla bağlı olan bir varlıqdır. Və nəfəxnə fihi min ruhina. Biz insan öz ruhumuzdan verdik. Fəizə nəfəxtu fihi min ruhi fəqavləhu səcidin. Mələkləri dedi ki, elə ki mən insanı yaratdım, səcdə edin. Yox, burada demədi səcdə edin. Elə ki ruh verdim ona, fəqavləhu səcidin. O zaman ona səcdə eləyin. İnsanın ruhani tərəfi yaradılış aləmində bütün məxluqlardan üstündür, bütün yaradılışlardan üstündür. Ona görə də insan əşrəful məxluqindir, məxluqların, yaranmışların ən şərəflisidir. Bu şərəflik zahiri baxımından deyil, insanın bioloji cəhətindən deyil. Bizim bioloji tərəfimiz məhvə məhkumdur. Biz hamımız öləcəyik, çürüyüb torpağa qarışacağıq. Ölməyəcək, əbədi qalacaq bizim ruhani tərəfimizdir, ruhani varlığımızdır. Və bu gecə bizim o ruhani varlığımız, kamil insanın ruhani varlığının qeyb aləmi ilə, ən uca aləmlə vəhdət tapdığı bir varlıq gecədir, bir zaman kəsiyidir. Ona görə də Qədr gecəsi əzəmətlidir. Ona görə Allah buyurur ki, وَمَا أَدْرَكَ مَا لَيْلَةُ الْقَدْرِ. Sən nə biləsən Qədr gecəsi nədir? Bu əzəməti bildirmək üçün təhcə bu sualı verir Allah bizə. Ki insan sən nə qədər təsəvvür etsən, düşünsən ki Qədr gecəsi bu qədər əzəmətlidir, bu qədər xüsusiyyətlər var, yenə sənin düşündüklərin, təsəvvür etdiklərin cılızdır, azdır, kiçikdir. Peyğəmbərdən sonra imamlarındır Qədr gecəsi. Şeyx Saduq bu rəvayəti nəql edir Həzrət Rasulullah'dan ki, Rasulullah sallallahu aleyhi və səlləm sahabələrinə dedi ki, Əminu bileylətil qadr. Qədr gecəsinə iman gətirin. Ayrıca bir iman tələb eləyir. Qədr gecəsinə iman gətirin. İnnəha təkuni li Ali ibn Əbi Talib və vuldihil əhədə əşərə min bə'di. Qədr gecəsi məndən sonra Ali ibn Əbi Talib və onun 11 övladına aid olacaqdır. Onlara məxsus bir gecədir. Əmir əl-Möminin əleyhissalamdan nəql olunur bu hədis ki, İbn Abbas'a dedi ki, ey İbn Abbas, Qədr gecəsi hər ildə bir dəfə olur. Həmin gecədə bir ilin bütün müqəddəratı yer üzərinə enər. Həmin müqəddəratın sahibləri var. Resulullah'tan sonra o müqəddəratın yenə sahibləri var. İbn Abbas dedi, kimdir? Ey Əmir əl-Möminin, kimdir o həmin gecənin sahibləri? Buyurdu, Ənə və əhədə əşərə min sulbi. Mən və mənim sülbümdən olan 11 nəfər. Qədr gecəsi İmam-ı Zaman ağanın varlığını ispat edən bir dəlildir. Ona görə də İmam Baqir əleyhissalamdan nəql olunan bir hədisdə buyurulur ki, deyir, Ya mə'şərə şiə xasimu bi surəti innə ənzəlnəhu fi leylətil qadr. Qədr gecəsi ilə müxaliflərinizlə bəhs edin, mübahisə edin ki, höccətinizi tamamlaya biləsiniz, dəlilinizi tamamlaya biləsiniz. İnnəhə li hüccətillahi təbarəkəti və təala. Qədr gecəsi Allahın höccəti üçündür. Yer üzərində Allahın xəlqi üzərindəki höccətinə aiddir bu gecə, ona məxsusdur. Nə əlaqəsi var Qədr gecəsi ilə İmam-ı Zaman ağanın, Allah vəlisinin bağlılığı nədir? Cavab budur ki, mələklər ki bu gecə nazil olur,
qeyd etdiyimiz kimi mələklərin nazil olması bir insanın varlığını tələb edir ki, mələklər ona nazil olsun. Yoxsa bu mələklər dağlara, daşlara niyə nazil olsun, niyə eniş eləsin? Kiməsə təqdim olunmalıdır mələklərin nüzulu, kimsə bu mələklərin enişini qarşılamalıdır və həmin şəxs ki, mələklər ona nazil olurdu, Həzrəti Rasulullah sallallahu aleyhi və səlləm idi sağ ikən. Və Həzrəti Rasulullahdan sonra, dünyadan köçdükdən sonra məsum imamlardır. Əzən belə sual çıxır ki, Peyğəmbərdən qeyrisinə məgər mələklər mi nazil olar? Quran-ı Kərimə baxın, Quran-ı Kərimdə Allah Teala buyurur, Minnəl-ləzinə qalu Rabbunallah. O kəslər ki, dedir, Rəbbimiz Allahdır. Elə bunu dedilər, bəsdir? Yox. Sümmestəqamu. Sonra doğru yolda oldular. Bir tük qədər doğru yoldan sapmadılar. Həzrət Rasulullah bir gün ağlayan gördülər. Dedilər, ya Rasulallah, niyə ağlayırsan? Dedi, şəyyəbətni ayətun min surətil Hud. Hud surəsindən bir ayə mənim saçıma ağartdı. Hansı ayədir ya Rasulallah? İstəqim kəmə umirt. وَالَّذِينَ مَعَكَ. Sənə əmr olunan kimi və sənin yanında olanlarla birlikdə əmr olunduğu kimi doğru yolda ol. Allah istəyən kimi ol. O kəslər ki, dedilər, Rəbbimiz Allahdır və sümmestəqamı, sonra Allah istəyən kimi oldular. İradələrini Allahın iradəsində fəna etdilər. Allahın o ilahi rənginə boyandılar. Varlıqlarında Allahdan savayı heç bir şey olmadı. Aldıqları, verdikləri nəfəs belə Allah üçün oldu. Onlar üçün nə baş verir? Tətənəzzələ aleyhumul mələikə. Mələklər onlara nazil olur. Onlara deyirlər, əllə təxafu, qorxmayın, və lə təhzənu, hüzünlənməyin, və əbşiru bil cənnətilləti kuntum tuadun. Sizə vəd olunan cənnətə sevinin. Mələklər Həzrəti Məryəmə nazil oldu. Ya Məryəm, İnna Allah istəfəki və tahharəki və istəfəki alə nisə'il aləmin. Ey Məryəm, Allah səni üstün etdi, seçdi səni. Səni pak elədi və səni aləmlərin xanımlarından üstün etdi. Peyğəmbərdən sonra mələklər Qədr gecəsində imamlara, məsum şəxslərə nazil olur. Və biz bu məsələdən bir neçə nöqtə əldə etmiş oluruq. Birincisi budur ki, əqidəmizdə də qeyd olduğu kimi hədislərimiz də bu barədə çoxlu sayda hədislərimiz var ki, yer üzü höccətsiz ola bilməz. Yer üzərində hər zaman Allahın bir höccəti olmalıdır. Qeyb aləmi ilə bu maddi aləmin əlaqəsi kəsilə bilməz. Bəşər hər zaman Allahla bağlılığı var. Səfirləri vasitəsilə, elçiləri vasitəsilə və Peyğəmbərlərdən sonra imamlar vasitəsilə. Və Qədr gecəsi də qiyamətə qədər davam edəcək. Qiyamətə qədər hər il bu mələklər eniş edəcək. Mələklər bir insana enməlidir. Həmin insan da məsum olmalıdır. Çünki mələklərlə təmas qurur. Birbaşa mələklərin özündən öyrənir. Və həmin insan geniş bir elmə sahibdir. Çünki onun əldə etdiyi Allahdan gələn bilgilərdir. Ona görə də verdiyi hər hökm doğru bir hökmdür. Hökmü mübahisə olunmaz. Kimsə Həzrət Rasulullahın verdiyi bir hökmdə gəlib Rasulullahla mübahisə edərsək sən doğru hökm vermədin, küfr etmiş olar. Çünki Rasulullah mən yentuqanil hava in huve illə vahyun yuha. Özündən hava nəfsinə heç bir şey demir. Dediyi hər bir şey gələn bir vəhy əsasındadır. Məsum da özündən bir şey demir. Ona görə də məsumun hökm etdiyi ilə Peyğəmbərin hökm etdiyidir. Peyğəmbərin hökm etdiyi də birbaşa Allahın hökm etdiyidir. Bu tələb eləyir ki, sən məsum olmalısan, sənin elmin Allahın elminə bağlı olmalıdır, sən Allahın mələkləri ilə təmasda olmalısan. Qədr gecəsinin davam etməsi Allahın yer üzərində höccətinin, hər zaman höccətinin olmasını tələb eləyir. Ona görə də İmam Baqir əleyhissalam deyir ki, ey şiələr, Qədr gecəsi ilə öz müxaliflərinizlə söhbət eləyin. Çünki bu gecə Allahın yer üzərindəki höccətinə məxsus olan bir gecədir. İmam Muhammed Baqir əleyhissalamdan nəql olunur ki, Əbu Hüzeylə deyir ki, ya Əba Hüzeyl, əmə lə yaxfə aleynə leylətul qadr. Qədr gecəsi bizim üçün gizli qalmaz. Bizim üçün gizlidir Qədr gecəsi.
Məsum insan üçün, kamil insan üçün, Allahın vəlisi üçün Qədir gecəsi gizli deyil. Qədir gecəsi bizim üçün gizli qalmaz. Niyə? İnnəl mələikətə yütəyyifūnənə fīhā. Qədir gecəsi mələklər bizlə dövrə vurur. Biz bir mələkdən digər mələklə təmas edirik. Əgər biz də bu maddi bağlılıqlarımızdan qurtula bilsəydik, bizim bu ruhani varlığımız, ruhumuz güclü olsaydı, böyük olsaydı, cismimizdən böyük olsaydı, o zaman biz də göylərin və yerlərin mələkutunu, həmin o mələkləri biz müşahidə edərdik. Onda selamun hiyə həttə matla'il fəcr, fəcrə qədər bu gecə əminamanlıq, salam gecəsidir. Mələklərin gətirdiyi o salamı görərik. O salamı hiss edə bilərdik, mələklərlə təmas edə bilərdik. Beləcə bax, Qədir gecəsi İmam-ı Zaman ağanın gecəsidir ki, mələklər bu gecə o ağaya nazil olur. Necə ki, hər əsrdə yaşayan imamə nazil olubdur, qeyb dönəmində də Qədir gecəsi mələklərin enişi, zamanənin Mövlası, əsrin imamı Həzrəti Hüccət ibn Həsənə nazil olur. Və bu onu göstərir ki, Allah öz dininin təbliği üçün seçdiyi insanla Allah arasındakı əlaqə kəsilməyib, bu əlaqə davamlıdır, davam edəcəkdir. O ilahi məarif hər zaman Qədir gecəsində inəcəkdir o məsum şəxsi, o kamil insana. Və bu gecənin ki, əməllərindən biri də budur ki, təkrar Allahumma kun li vəlikəl Hüccət ibn Həsən duasını oxuyasan. İmam-ı Zaman ağanın səlamətçilik duasını oxuyasan. Bu da təsadüf deyil. Çünki Qədir gecəsi məsumun gecəsidir, kamil insanın gecəsidir. Bu gecə belə bir əzəmətli gecədir. Bax, biz bu əzəmətli gecədə gəlmişik bura. Bu gecənin dəyərini bilməliyik, bu gecənin qədrini bilməliyik. Bu gecəni biz qarşılamalıyıq. Bu gecədən səmərəli istifadə etməliyik. Qədir gecəsi bir ilimizin tamamı və növbəti ilimizin başlanğıcıdır. Bu gecə sənin, mənim üçün bir başlanğıc ola bilər. Bu gecəni həmin o başlanğıca, xeyirli başlanğıca çevirmək lazımdır. Qədir gecəsinin ən əhəmiyyətli əməllərindən biri istiğfar və Allaha dönüş, tövbə etməkdir. Biz ki gəlmişik Qədir gecəsinə, bir il ərzində çox xətalar etmişik, səhvlər etmişik. İbn Adəm caizül xətadır. Allahın huzurunda təqdim edəcəyimiz hansısa bir salih əməlimiz yoxdur. Varsa da biz onu dəyərli hesab etmirik. Nə ilə gəlmişik? Allahın rəhmətinin qapısını döyməyinə günahlarımızla gəlmişik. Gəlmişik ilahi bizi bağışlayasan, bizi əhv eləyəsən. Hal əhlinin gözəl bir sözü var. Deyir ki, insana biri hədiyyə verəndə adabdandır ki, sən də onun hədiyyəsinə hədiyyə ilə cavab verəsən. Biri sənə bir hədiyyə verir, sən də ona bir hədiyyə versən, bu ədəbdəndir. Allah bizə ən böyük hədiyyəni verib. Varlıq ən böyük hədiyyədir. Və bu varlıq əbədidir. Biz heç vaxt yox olmayacağıq. Həmişə Allaha istinad edərək var olacağıq. İndi biri sənə hədiyyə verir, sən də ona hədiyyə ilə cavab verirsən, hədiyyənin adətən o vaxt dəyəri olur ki, sənə gətirə elə bir şey verə ki, səndə ondan yoxdur. Sən elə onu istəyirdin, onu axtarırdın, ondan yoxdur səndə. Adam da gətirdi, həmin o istədiyin bir şey sənə hədiyyə verdi. Məsələn, deyək ki, bir 40 il bundan qabaq kimsə ziyarətdən bir dənə təsbih gətirsə, kiməsə verəndə çox böyük hədiyyə idi. İndi gedin, məsələn, biri bir təsbih gətirib sənə hədiyyə versə, elə bir dəfə əlində biraz da oynadırsan, sonra da ya kiməsə verirsən, ya da atırsan evdə bir küncdə qaldı. Niyə? Çünki çoxdur səndə ondan. Artıq sənin üçün bir o qədər dəyərli deyil. Hədiyyənin dəyəri o vaxt olur ki, səndə ondan olmasın. Birinə də hədiyyə verəndə o vaxt dəyərli hədiyyə olur ki, onda yoxdur hədiyyədən, sən də ona verdin həmin hədiyyəni. Allah bizə ən böyük hədiyyəni verib. İndi biz Allaha adabdandır ki, hədiyyəsi qarşısında bir hədiyyə verək Allaha. Allaha biz nə verə bilərik ki, Allah da olmasın? Haşa. Biz və bütün varlıq və sahib olduğumuz hər şey Allahındır. Biz Allaha bir şey təqdim edə bilərik, ehtiyacımızı təqdim edə bilərik.
İlahi, sən mütləq zənginsən, səndə fəqirlik yoxdur. Biz sən qapağı fəqirliyimizlə gəlmişik, ehtiyacımızla gəlmişik ki, bütün varlığımızla sənə möhtacıq. Bu mərifəti, bu anlayışı indi sənə təqdim edirik. Günahlarımızla gəlmişik, ilahi, aciz qullarınıq. Sən ağasan, səxavətli bir ağasan, kərəm sahibisən. Biz də üzü ağ olan qullarınıq. İstiğfar təkcə dilində müəyyən sözləri deməkdən ibarət deyil. Ki, insan əstəğfirullah Rabbi və ətub-ileyh desin, 70 dəfə desin, 100 dəfə desin. Ümumiyyətlə, ədədlə ki, deyirik bunu, ədəddən məqsəd çoxlu demək və çoxlu deməkdən də məqsəd zahiri dilin tələffüzünü, dediyi sözləri qəlbə təlqin etməkdir ki, qəlbin dili açılsın. Görürsən, evdə balaca uşaq dünyaya gəlir, bütün valideynlər, ata, ana, bəzən görürsən, baba, nənə varsa, hamısı istəyir uşaqla danışsın, ona bir söz öyrətsin. Ata deyir ki, ata de, ata de. Ana deyir ki, nə bilim, ana de, ana de. Nənə deyir, nənə de. Baba deyir, baba de. Təkrar eləyir, özü də yorulmur. Uşağa məsələn görürsən, 20 dəfə deyir ki, ata de, ata de. Uşaq da hələ tələffüz eləyənmir. Birdən uşağın dili açılır ki, tələffüz eləməyə. Onu görürsən, o ata nə qədər sevinç hissi keçirir. Elə bir sevinç, bəhcət halı, sürur halı tapır ki, təsəvvür olunmayan bir haldır. İfadə olunmayacaq bir haldır. İndi insan zahiri zikirlərin çoxluğu ki, deyilib, tövsiyə olunub, bu zahiri zikirləri çox deməkdən məqsəddir ki, qəlbimizin dilini aça bilək. Qəlblə istiğfar etmək lazımdır. Ki, bu gecənin əməllərində var ki, məsələn, 70 dəfə 2 rükət namazdan sonra əstəğfirullah və ətub-ileyh demək və ya ümumi şəkildə 100 dəfə əstəğfirullah Rabbi və ətub-ileyh demək. Bunlar yalnız elə söz mərhələsində qalmamalıdır. Biz gəlmişik bu gecə bağışlanmağa. Allah Quran-ı Kərimdə buyurur ki, Ya eyyuhəl-ləzīnə əmənu, ey iman gətirənlər, tubu ilallahi tövbətən nəsuha. Ey iman gətirənlər, Allaha nəsuh tövbə edin, səmimi tövbə edin. Səd ibn Məaz soruşur, ya Rasulallah, nəsuh tövbə nədir? Rasulullah buyurur ki, bir canlının ki, döşündən süd çıxandan sonra o süd bir daha geri qayda bilməz, mümkün deyil qayıtsın. İnsan da günahdan o cür çıxa ki, bir də o günaha qayıtmaya. Bax, nəsuh tövbə odur. Həzrət Rasulullah bu ayı bağışlanma ayı deyir bizə, deyir ki, bədbəxt o kəsdir ki, bu ayda Allahın qıfranından, rəhmətindən, bağışlamasından məhrum ola. Allahın rəhmətində məhdudiyyət yoxdur, sonsuz və geniş rəhmətdir. Səbəqət rəhmətuhu qadabəh, rəhməti qəzəbindən öncədir Quran-ı Kərim buyurur. Biz özümüzü bəzən o hala gətirib çıxardırıq ki, o geniş, sonsuz rəhmətdən bir qətrə belə götürə bilmirik. Qüsur bizdədir, qüsur qarşı tərəfdə deyil. Ona görə Rasulullah buyurur ki, bədbəxt o kəs ki, bu rəhmət ayında da özünü bağışlandıra bilməyib. Əmir əl-Mömin əleyhissalam buyurur ki, Aleykum fi şəhr Ramazan bi kəsrətil istiğfar və dua. Ramazan ayında çox istiğfar edin, çox dua edin. Duaya gəlincə bəlanı dəf edər. İstiğfara gəlincə günahlarınızı pozar, silib aradan aparar. Ey insanlar, sizin canlarınız əməllərinizin girovundadır. Həzrət Rasulullah buyurur. Canımız əməlimizin girovundadır. Əməlimiz yaxşıdırsa halımız yaxşı olacaq. Əməlimiz pisdirsə halımız pis olacaq. Niniyəh ya Rasulallah? Fəfukkuhə bi-istiğfarikum. İstiğfarla qurtarın canınız o girovluqdan. Dönüş eləyin, Rəbbinizə doğru dönüş eləyin. Həqiqi istiğfar, qeyd etdiyimiz kimi, dildə sözləri deməkdən ibarət deyil. Əslində bu deyilən sözlər insanın daxilindəki o dərin qərarın şüarıdır, zahirə çıxmış ifadə formasıdır. İstiğfar iki mühüm sütun üzərində dayanır. Birincisi, xətanı tapırsan özündə, özündə xətanı görürsən. Səndə xəta olduğunu, günah olduğunu, səhv olduğunu etiraf eləyirsən və anlayırsan ki, bu xəta ilə davam etmək olmaz. İkincisi budur ki, o xətadan, o günahdan qopmaq və xilas olmaq. Bu ikisini ehtiva etməlidir. Bu ikisi olmasa, o əstəğfirullah Rabbi və ətub-ileyh demək dil yorğunluğundan başqa bir şey deyil. Tələffüz etdiyin sözlər zahiri səslərdən başqa bir şey olmayacaqdır. Elə ki, xətanı tapdın,
qərara gəlməlisən ki, bu xətadan mən xilas olmalıyam, mən bu xətadan qurtarmalıyam. Qəlbin qərarıdır istiğfar. İstiğfar birinci qəlbdə baş verməlidir. Dilə gələn bu söz qəlbdəki o qərarın ifadə formasıdır. İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, İc'al qalbəkə qiblətən lilisanik. Qəlbini dilin üçün qiblə qərar ver. Elə ki, qəlbin dilin üçün qiblə olsun. Yəni, dilin qəlbivə baxsın. Necə ki, biz namazda qibləyə, Kəbəyə yönəlirik, dilin hər zaman yönəlsin qəlbinə doğru. La tuharrikhu illə bi işarətil qəlb. Qəlbin işarəsi olmadan dili hərəkət elətdirmə. La tuharrikhu illə bi işarətil qəlb və muvafaqatil aql və ridal iman. Qəlbin işarəsi ağlın müvafiqliyi və imanın rizası olmadan dili hərəkətə gətirməginə. Qəlblə dilin vəhdətidir istiğfar. Bu zaman insan həqiqi istiğfar etmiş olur. Amma o istiğfar ki, sadəcə sözdən ibarətdir, söz mərhələsini keçmir və qərara çevrilmir, insan özünü dəyişməlidir, mən bu xətadan, bu günahlardan qurtulmalıyam, xilas olmalıyam, qərarına çevrilməyib bu istiğfar. O istiğfar özü bir günahdır. Əmir əl-Möminin əleyhissalam buyurur ki, Əl-istiğfaru ma'al-israr zunubun mücəddədə. İsrarla yanaşı istiğfar yeni günahlardır. Yəni, istiğfar edə yenə günaha israr eləyir, həmin günahları davamlı eləyirsə birisi, o etdiyi günahdan əvvəl yeni bir günah eləyir. İmam Rıza əleyhissalam buyurur ki, hər kəs dili ilə istiğfar edə, amma qəlbi peşman olmaya özünü ələ salıbdır. Özü ilə istehza eləyir, məsxərə eləyir özü ilə. İstiğfarda qəlb mühümdür, həqiqi istiğfar qəlbin istiğfarıdır. Həzrət Rasulullah sallallahu aleyhi və səlləm bir gün sahabe-i kirama dedi ki, Ələ ədullukum ələ daikum və dəvaikum. Sizə dərmanınızı və xəstəliyinizin xəbər verimmi? Xəbər verim ki, sizə xəstəliyiniz nədir və dərmanınız da nədir? Dərdiniz nədir, dəvanız nədir? Ələ innə daikumuz zunub. Bilin ki, sizin xəstəlikləriniz günahlardır. Və dəvakumul istiğfar, dərmanlarınız da istiğfardır, bağışlanmaq diləməkdir Allahdan. Əgər biz Rasulullahdan soruşduk ki, ya Rasulallah, sən ki deyirsən ki, bizim dərdimiz günahdır, dəvamız da, dərmanımız da istiğfardır, nə cür istiğfardır bu? Hansı istiğfar deyilsin ya Resulallah? Elə dildə 70 dəfə təsbih əlimə alım, gündə 100 dəfə istiğfar deyim, 1000 dəfə əstəğfirullah deyim, budur mənim dərdim, dərmanı. Həzrət Rasulullah hədisdə nəql olunduğu kimi belə deyərdi, Xeyrul istiğfar indəllah əl-iqla'u və nədəm. Allah yanında xeyirli istiğfar günahdan qopmaq, günahdan xilas olmaq peşmançılıq hissidir. Cəzalanmamışdan qabaq özümüzü ədəbləndirməliyik. İmam Zeynulabdin əleyhissalam buyurur ki, Allahumma la tuəddibni bi uqubətik. İlahi, cəza verərək məni ədəbləndirmə. Bəzən görürsən evdə övladın başa düşmür, bir neçə də tövsiyə eləyirsən, ikinci tövsiyə, üçüncü tövsiyə, sonra cəzalandırırsan onu. Bəzən cəzadan görürsən ki, anladı. Amma biz özümüzü o hala gətirməyək ki, Allah bizi cəzalandıraraq bizi ədəbləndirsin. Cəhənnəm odunda yanmamışdan öncə peşmançılıq odu ilə qəlbimizi yandıraq. Çünki cəhənnəm odu həqiqətində elə bir oddur ki, Allah Quranda buyurur ki, Narullahil muqadə əlləti tattaliu aləl əfidə. Allahın qaladığı bir alov. O alov ki, qəlblərə gedib çatır. İnsanın çölünü yandırmadan öncə elə insanın içini yandırır. Ondan öncə biz öz içimizi peşmançılıq hissi ilə, peşmançılıq duyğusu ilə özümüzü yandıraq. İmam Zeynulabdin əleyhissalam buyurur ki, İlahi, in kənən nədəmu aləzzənbi tövbətən fə inni minən nədimin. İlahi, əgər günaha peşman olmaq tövbədirsə, mən peşman olanlardanam. Allahın huzurunda peşmançılığımızı bildirək. Bu gecə qərar gecəsidir, dəyişilmək gecəsidir. Biz gəlmişik ki, bu gecə dua ilə, istiğfarla, namazla, Quran oxumaqla bu gecəni əhya eləyək. Çünki oxumuşuq hədislərdə deyir ki, hər kəs bu gecəni əhya edərsə, bütün günahları bağışlanar. Əhyanı diri saxlamaq.
Biz bu gecəni istəyirik diri saxlayaq, amma bu gecəni biz həqiqi mənada diri saxlasaq, Qədir gecəsi bizi ehya eləyəcək, Qədir bizi dirildəcək. Qədir gecəsi bizə yeni bir həyat bəxş eləyəcək. Allah buyurur: "Ya eyyuhellezine amenu istecibu lillahi ve lirrasuli iza da'akum lima yuhyikum." Ey iman gətirənlər, Allah və peyğəmbəri sizə həyat bəxş edəcək bir şeyə peyğəmbər dəvət edəndə o dəvəti qəbul eləyin. Allah peyğəmbəri bizi elə bir şeyə dəvət eləyir ki, həyatımız ondadır. Fələhunuhiyyənə həyatan tayyibə. Biz ona gözəl həyat bəxş eləyəcəyik. Allah bax bu gecə biz o dəvət eləyir bu gecə. Biz o dəvəti qəbul eləyib indi gəlmişik bura ki, İlahi gəlmişik bizi ehya eləyəsən, bizi dirildəsən. Biz gəlmişik Qədir gecəsini ehya saxlayaq, dirçəldək, dirildək, amma əslində gəlmişik özümüzü dirildək. O xətalar ki, o xətalara məruz qalmışıq, o xətalardan qurtula bilək. Hər kəs xətaya məruz qalır, hər kəs günaha məruz qalır. Məsumlardan savayı hər birimiz bir xəta sahibi, bir günah sahibiyik. Heç bir günaha kiçik saymayaq. Həzrət Rasulullah Əbu Zər-Ğifariyə dedi ki, Əbu Zər, günahın böyüklüyünə, kiçikliyinə baxma. Bax gör kimin sözündən çıxmısan, kimin itaətindən çıxmısan, kimə qarşı asi olmusan. Yusuf surəsində belə buyurulur: "Və mə ubarri'u nəfsi." Mən öz nəfsimə bəhanə gətirmirəm. Niyə? "İnnən nəfsə ləəmmaratun bis-su." Çünki nəfs pisliklərə əmr edəndir. "İllə mə rahimə Rabbi." Rəbbimin rəhm etdiyindən başqa. "İnnə Rabbi gafurun rahim." Həqiqətən də mənim Rəbbim bağışlayandır, rəhm edəndir. İlahi tövfiq lazımdır insana ki, insan xətasından dönə bilsin. Amma ilahi tövfiqat bilirsən nədədir? İlahi tövfiqat bundadır ki, sən xətanın olduğuna diqqət eləyəsən, anlayırsan ki, mən səhv eləmişəm, görürsən səhvi. Bu ilahi bir tövfiqdir. Qərara gəlirsən ki, mən bu səhvdən qurtulmalıyam, bu günahdan qurtulmalıyam, bu xətadan xilas olmalıyam. Sənin hidayətə doğru yönəlməyinin başlanıcı buradandır. Əvvəlcə sən qərar verməlisən. Sən qərar verməsən, Allah sənin müqəddəratında heç nə xeyirli, heç nə yazmayacaq, biləsən. Bu gecə biz qərar verməliyik ki, Allah müqəddəratımızı da xeyirli eləsin. İnnəllah la yuğayyiru ma biqavmin hatta yuğayyiru ma bi anfusihim. Qurani Kərimdə Allah buyurur: Allah heç bir qövmü dəyişməz ta qövm öz-özünü dəyişməyincə. Özümüz birinci qərar verməliyik bu gecə. Bu gecə qərar gecəsidir. Bəlkə də bu bəzilərimiz üçün çətin gəlir ki, çox çətindir. Amma Allah bizə daha böyük bir iradə qüvvəti verib. Seçim qüdrəti verib Allah bizə. İnsanın iradəsi, insanın o ixtiyar seçim qüdrəti bilin ki, bütün xətalardan daha güclüdür, daha böyükdür. Hər an dönüş eləyə bilərik. O iradə ilə dönüş eləyəcəyimiz an bizim həyatımız, həqiqi həyatımız onda başlayacaqdır. Və Allah o vaxt ilahi müvəffəqiyyət, tövfiqat gəlir insana ki, bax insan o iradəni eləyə bilsin. وَالَّذِينَ جَحَدُوا فِينَا لَنَهْدِيَنَّهُمْ سُبُلَنَا. O kəslər ki, bizim yolumuzda çalışarlar, səy edərlər, cihad eləyərlər, biz onları yollarımıza necə hidayət eləyəcəyik? Sən səy göstər, qərar ver, Allaha doğru yönəl. O zaman Allahın tövfiqatını görəcəyik, Allahın lütflərini görəcəyik. Allah bizi elə bəhanə axtarmış ki, özünə tərəf çəksin. Amma insan elə hidayəti seçməsə, elə zəlaləti seçsə, gəlib məscidə elə heç nə gəldim, oturdum, Qur'an-ı Kərimi başıma qoydum, dualar oxudum, Qur'anı dinlədim, bir nəfər də çıxdı orada söhbət elirdi, gah eşidirdim, gah eşitmirdim, bəzən xanımların qışqırığını eşidirdim. Elə bununla da Qədir gecəm bitdi mənim, bu gecədən bir fayda əldə etməyəcəyik o zaman. Seçim səndədir. Hidayəti mi seçəcəksən, zəlaləti mi seçəcəksən? Əfərəəytə mən ittəxədə iləhəhu həva. Həva nəfsini özünə ilah seçəni gördünmü? Bu gecə gəlmişik, bu nəfsdən qurtulaq. Özümüzdən çıxaq. Bəs dinləyə kim elə özümüzdən danışdıq? Mən. Allah deyir, mən hekayəndən çıx, mənim hekayəmə gəl. Məndən indi danış. Bəs özündən danışdın. Gəlmişik ki, özümüzü bu gecə Allahın huzurunda fəna eləyək ki, ilahi, seçim sənin seçimindir. Əmr sənin əmrindir, qadağa sənin qadağandır. İlahi, mən istəyirəm ki, sən istəyən kimi olam. Əmir əl-Möminin əleyhissalamın duasında deyir ki,
Kəfa bi'izzən ən əkunə ləkə abdə. İlahim, mənim üçün izzətdir ki, sənin qulundan, başqasının qulu deyiləm. Və kəfa bi fəxrən ən təkunə li rabbən. Mənim üçün fəxirdir ki, mənim Rəbbim sənsən. Əntə kəmə uhib və cəhəlni kəmə tuhib. Sən sevdiyim kimisən, ya Rəbbim. Mənim fitrətim nə cür ki, sevirsən, olasan, elə o cürsən. İstəyirəm, qüdrətli olasan, sən ən qüdrətlisən, ən alimsən, ən səxavətlisən, ən rəhimlisən. Bütün kamilliklərin əni sənsən, ya Rəbbəl aləmin. Sən mənim sevdiyim kimisən. İndi istəyin nədir Allahdan? Və cəhəlni kəmə tuhib. Məni də sevdiyin kimi et, ya Rəbbim. Bunun üçün gəlmişik bura. Amma elə öz havay nəfsimizlə də gəlib, havay nəfsimizlə də geçsək, o kəslərdən olacaq ki, öz havay nəfsini özünə ilah seçib. Və adallahullahu alə ilmin. Allah da onu elə bilə-bilə onu neydi? Zəlalətə uğratdı. Və xətəmə alə səm'i və qalbi. Allah onun qulaqlarını, qəlblərini möhürlədi. Və cəalə alə basarı qişə və gözünün üstündən də bir pərdə çəkdi. Nə haqq görər, nə haqqı eşidər, nə haqq danışar. Fəmən yəhdihi bə'dəllah. Allahdan sonra da kim onu hidayət eləyə bilər? Burada ki, gəlib hidayət ola bilmədikdə bu məsciddə, harada hidayət olacaq? Ramazan ayında ki, bağışlana bilmədik, nə vaxt bağışlanacaq? Gəlib burada da biz havay nəfsimizlə danışsaq, havay nəfsimizlə insanlarla rəftar eləsək, qıldığımız namaz da nəfsimizə uyğundur elə, niyyətimiz hər cür riya və şirk və qarışılıqlardan ibarətdir. Nə vaxt islah olacaq? O islahın vaxtı gəlib çatmayıb mı? Bu gecə etdiyimiz dualar var. Fikirləşməyin ki, bu dualar elə tam səbəbdir ki, bizi tamamilə dəyişdirəcək və bütün ruzi, xeyir, bərəkət ilə bu dua etməklə də nazil olacaq. O bəziləri var, görürsən, bəzində xətiblər buna yol verirlər. Deyir, məsələn, bu gecə bir 2 rükət namaz var, onu qılsan bütün günahın bağışlanacaq. Adam gəlir 2 rükət namazını qılır, çıxır, gedir, oturur çayxanada səhərə kimi deyir, gülür, deyir, bütün günahların bağışlanıb deməli. Məlik-i Təbrizi böyük ariflərdəndir. Deyir, bu cür şəxslər mənəviyyat yolunun quldur basan, karvan basan quldurlarıdır bunlar, deyir. Karvan basan quldurlarıdır. Bunlar mənəviyyat yolunun gedən insanların qarşısını alırlar. Qoymurlar insanlar mənəvi cəhətdən yüksəlsinlər. Biz gəlməmişik ki, elə burada Cövşən-i Kəbir duasını oxuduq, bitdi, bu ilə getdi. Yox, belə deyil. Dualar bizi xatırladır, bizi yönəldir ki, biz Allaha doğru yönələ bilək. Dualardan məqsəd budur ki, bizi xatırlatsın, bizdə bir mənəvi zəmin yaratsın, şərait yaratsın ki, biz bu mənəvi zəmində, bu mənəvi şəraitdə qərar verə bilək ki, ilahi biz istəyirik, sənə tərəf dönək, günahlardan qurtula bilək. Günahlar böyük maniyələrdir. Günah fikirləşməyin ki, elə günah, onun cəzası cəhənnəmdə yanacaq falan olacaq, elə budur. Məsələ tək bundan ibarət deyil. Günahlar bizə çox böyük nemətləri itirilməyimizə səbəb olur. Günahlar kamillik pilləsində maniyələrdir, insan o pillədən aşağı itəliyir. İmam Baqir əleyhissalam buyurur ki, elə bir mömin yoxdur ki, qəlbində ağ bir, bəyaz bir nöqtə olmasın. İnsanın fitrətinin paklığına işarə eləyir. Biz pakizə bu dünyaya gəlmişik. Gözlərimiz haram görməyib, qulağımız haram eşitməyib, dilimiz haram danışmayıb, əlimiz, ayaqlarımız harama tərəf getməyib. Gəlmişik, amma bunların hamısını çirkaba batırmışıq. Necə batırmışıq? İmam Baqir əleyhissalam izah edir. Deyir ki, elə bir insan yoxdur ki, onun qəlbində bəyaz bir nöqtə olmasın. Elə ki, günah etdi, həmin o bəyaz nöqtənin üstündə bir qara nöqtə çıxacaq. Əgər tövbə etsə, o qaralıq aradan gedəcək. Əgər günaha aludə olsa, günahın çirkabını ilə bulaşsa, çirkabdan çıxmasa, qəlb şeytanın oylağına çevrilsə, İmam Zeynalabdin əleyhissalam deyirdi ki, ilahi, əgər ömrüm şeytanın oylağına, otlağına çevriləcəksə, məni öldür, məni yaşatma. Çünki yaşadıqca günahımız artacaq. Biz yaşadıqca günah üstünə günah gətiririk. Elə ki, deyirik, günahlara aludə oldu, o qara o qədər artacaq ki, o bəyazın, ağın üstünü tamamilə örtəcək. Elə ki, ağın üstü örtüldü da o qəlb sahibindən bir xeyr olmaz. Və Allah buna işarə edərək buyurur ki, bəl rânə alə qulubihim, kəllə bəl rânə alə qulubihim mə kənu yəqsibun. Əsla yox. Yəni, bu insanlar bağışlanmayacaq. Niyə, ya Rabbim? Çünki etdikləri əməllər onların qəlblərini paslandırıbdır, qəlblərini örtübdür. İnsan günah eləyəndə ondan elə bir nur ayrılır ki, bir daha o nur geri qayıtmır.
İtkidir günah. Biz itiririk, kamilliklərdən itiririk. Və günah bizim batini formamızı çirkləndirir. Necə ki, məsələn, o maddi murdarlar insanın zahirini çirkləndirir. Günahlar da bizim batinimizi çirkləndirir. Batini bir formamız var. O batini formamız iğrenç bir formaya gəlib düşür. Günah bəzən insana Allahı belə unutturur. Qəbir evindəki köçəcəyi orada deyəndə mən Rabbuk, elə bilmə asanca deyəcək ki, Allahu Cəllə Cələluhu Rabbi. Yox, bu qədər asan deyil məsələ. Ruhun nə öyrətmişdinsə ruhun dili açılacaq. Bu zahiri dil bağlanacaq. Çünki bütün biyoloji varlığın öldü bu aləmdə. O aləmə keçirsən artıq sənin biyoloji tərəfin deyil, ruhani tərəfin aktivləşəcək, ruhani gözün açılacaq, ruhani qulağın açılacaq. Sən ruha nə öyrətmişdinsə onu cavabını verəcəyik biz. Biri deyəcək ki, mənim Rəbbim puldur, var dövlətdir, şan şöhrətdir, nə bilim qadındır, falandır. Kim Rəbbi nədirsə onu deyəcək onu. İlah nə seçib sözünə onu deyəcək. Şeyx Abbas Qummi Allah rəhmət eləsin, Mənazilül Axirət kitabı var. Orada belə bir əhvalat nəql eləyir. Gör, günah necə bir şeydir ki, hətta insanın kəlmə-i şəhadət gətirməsinə belə mane olur. Bir nəfər deyir, can üstüydü, dostları gəlir bunun yanında, müstəhəbdir can üstü olan birisinə kəlmə-i şəhadəti təlqin elətdirəsən. Neyniyəsən? Deyəsən ki, denən la ilahə illallah, əşhədü ən la ilahə illallah, əşhədü ənə Muhammedən Rasulullah. Əşhədü ənə əmirəl müminə aliyyən veliyullah. Təlqin elətdirəsən. Buna indi təlqin elətdirirlər ki, bu kəlmə-i şəhadət deyərək bu dünyadan köçsün. Adam belə bir söz deyir, ya Rabbi qailətən qad təibət, eynət tariqilə hammamül məncab. İlahi, bir gün bir qadın dedi ki, məncab hamamının yolu hardadır? Ora necə gedə bilərəm? Bunlar buna təlqin elətdirirlər. Bu da bu iki misradan olan bu şeiri deyir. Qəza o qədər ağır xəstəymiş, ölmür, sağalır. Dostları yaxınlaşır, bir gün gəlir bunun yanına ki, sən sayaqlayırdın, ölüm ayağındaydın, biz elə bilirdik, sən öləcəksin, sənə kəlmə-i şəhadət təlqin elətdirirdi, sən bu sözləri deyirdin. Bu nə sözdərdir, bu hardan gəlmişdi sənin ağlıma? O halda insanın ruhu danışır, ruha nə öyrətmişsənsə o cürdür. Necə ki, məsələn, insanlar cərrahi əməliyyatına gedir, anestezi verilir, yarı ölü, yarı diri vəziyyətdə oluruq. İlk danışdığımız sözlər ruhumuza öyrətdiyimiz sözlərdir. İnsan bir təhlükəyə düşəndə ki, ağır bir təhlükədir, ilk söylədiyi söz ruhunun ifadəsidir. İndi ya Allah deyirsə, ruhunu Allah öyrədir. Başqa söz deyirsə, ruhunu həmin o başqa söz öyrədir. Sən deyir, əhvalatın bu qıssən nədir? Deyir, heç ki, mən bir gün deyir, oturmuşdum evimin qarşısında, hasarın qarşısında. Gördüm bir qadın təlaş içindədir. Azıb yolun. Mən salam verdi, aleykəssalam. Dedi, qardaş, Məncab hamamının yolu hardandır? Mən deyir, gözüm düşdü. Dedim, elə düz gəlmişsən, buradır. İçəri keçəndə qapını ki bağlayanda niyyətimi anladı. Dedi, elə mən də o yolun yolcusuyam. Amma belə olmaz. Get bazara biraz merdən, meyvədən bir şeylər al gətir. Mən də deyir, sevincək qaçdım bazara. Qayıdıb gələndə gördüm, yox, çıxıb gedibdi, məni alladıbdı. Orada bu sözü dedim, Allah, bu qadın görəsən hara getdi? Günah etmə daha, günaha meyl etdi, amma səbəb oldu ki, kəlmə-i şəhadət deyə bilmir. Günah bu qədər ağır bir məsələdir. Biz gəlmişik, bax, bugün o günahlardan tövbə eləyək. Ümidsiz olmayaq, Allahın rəhmət qapısı hər zaman üzümüzə açıqdır. Allah bizə deyir, Qul ya ibadiyəl-ləzine əsrafu alə ənfusihim. Deyir, ya Rasulullah, de mənim o bəndələrimə ki, özlərinə israf ediblər. Biz günahda israf eləmişik. İnsan günah edər, caizül xətay, amma biz o qədər günah etmiş ki, günahda belə israf eləmişik. Allah deyir, de o bəndələrimə ki, özlərinə qarşı israf eləyiblər, günahla israf eləyiblər. Lə təqnətu min rəhmətillah, Allahın rəhmətindən ümidsiz olmayın. İnnallaha yəğfiruz zunubə cəmiyyə. Allah bütün günahları bağışlar. Allah bağışlayandır, rəhmədəndir. Biz də gəlmişik ki, ilahi, sən bəndələrin üçün bir tövbə qapısı açmısan. Amma biz o qapının açıq olmasından qəflətdə olmuşuq, unutmuşuq ilahi. İndi bizim bu unutduğumuzun da xətası var. Gəlmişik bizi bağışlayasan, bizə bu qapıdan içəri girmə icazəsi verəsən.
İlahi, biz sənin qədər mərhəmətli bir Mövla görmədik və özümüz qədər də bir alçaq bir qul görmədik ki, sən bu qədər bizə qarşı səbirlisən. Sən bizi dəvət edirsən, biz sənə arxa çeviririk. Sən özü bizə sevdirirsən, amma biz əməllərimizlə nifrət yaradırıq. Bütün bunlar amma səni, ya Rəbbim, mane olmayıb ki, sən rəhməti yenə əsirgəməmisən bizdən. Ehsanı, lütfu bizdən əsirgəməmisən. Bu gecə denən, ilahi, mənli xeyruk, ilahi, səndən başqa kimin var? Əgər məni qapından qovsan, gedim hansı qapıya üst tutum? Əgər məni əli boş qaytarsan, gedim kimə sığınım? Allah and verir izzət-i cəlalına, bizi bu gecə bağışlanan qullarından qərar versin inşallah. İlahi, sənə and verir izzət-i cəlalına, böyük adına, sonsuz rəhmətinə, hər şeydən üstün olan qüdrətinə. Ya Hamid bi haqqi Muhammed və ya Ali bi haqqi Ali və ya Fatirəs səmavati vəl ardı bi haqqi Fatimə və ya Muhsin bi haqqi Hasan və ya Qadiməl İhsan bi haqqi Hüseyn. İlahi, qəlbimizdən keçən, barəmizdə xeyirli olan bütün dualarımızı qəbul eylə ginən. İlahi, bu məsciddən çıxmamış bizi bağışla ginən. İlahi, bizi dünya və ahirətdə Peyğəmbər və Əhl-i Beytindən ayrı salma ginən. İlahi, zamanının hüccəti İmam-ı Zaman ağanın zuhurun tezləşdir. Bütün dualarımızın qəbul olması üçün Peyğəmbər və Pak Əhl-i Beytinə səlavat zikr edək.